Sabahınız xeyir olsun, gününüz aydın olsun. Saat o 9 işləyib 15 dəqiqə. Nərgiz xanım artıq işdədir. Mən işə gəlib çatanda saat bilirsiniz neçə idi? 8-ə qalmışdı 10 dəqiqə. Hamıdan tez gəlmişəm işə. Hava məni biraz qorxutdu. Fikirləşdim ki, birdən sonra gedə bilmərəm, gecikərəm. Mən ümumiyyətlə işə gecikməyi sevən insan deyiləm, nifrət edirəm ona. Ən çox sevdiyim rəhbərlik işə gecikməyən rəhbərliklərdir, bizimki kimi. Mən çox sevirəm işə səliqəli gələn insanları. Əgər insan vaxtında durub, vaxtından evdən çıxıb işə tələsirsə, bu normal, adekvat bir haldır. Yox, əgər insan işə, bəlkə biraz gec gedim, qoy biraz yatım və yaxud qoy bir balaca, nə bilim, işimi görüm, işdir də, tələsmir ki, o cür düşünən insanlarla aram yoxdur, sevmirəm. Təkcə səhiyyədə yox, çox sahədə o insanın öz işinə səhlənkarlığı kimi başa düşürəm və çox sevirəm vaxtında işə gələnlər. Hətta bugün biraz mən onlardan tez gəlmişəm. Həmişə tələsirəm ki, onlardan tez gəlim, alınmır. Bu günləri necə oldusa, lap tez gəlmişəm. Saat 9-da iş başlayır, 8-10 dəqiqə qalmış, mən artıq buradaydım. Sabahınız xeyir olsun, gününüz aydın olsun, işləriniz avand olsun və işə heç vaxt gecikməyin. İşə səliqəli gəlib getmək ən birinci insanın disiplinasını göstərir, səliqəsini göstərir. İşə vaxtında gələn qadının evi də təmiz olacaq, uşaqları da yaxşı tərbiyəli olacaq, ailəsi də hamısı yerində olacaq. O insan ki, yatır, gecikir, bilin ki, onun hər işi xaosdur, xaos. Dünən də bir video qoymuşam ki, günümə bax da, indi səhər-səhər yazıblar mənə, onu danışım sizə, səs atıblar mənə ki, ay doktor, dünən belə oldu, elə oldu. Mən onu ona görə qoymamışam ki, kiməsə nəsə incidiyimi bildirim. Ümumiyyətlə, təbiətçi, minnət xoşlayan insan deyiləm. Heç kəsdən kömək istəməyi sevmirəm. Ümumiyyətlə, o məni qıcıqlandırır kimsə məndən kömək istəyəndə də. Məsələn, filan şeyim var, filan yerə apara bilərsən, filan. Mən həmin vaxt həmin insanı düşünürəm, fikirləşirəm ki, o necə özünə sığır ki, ağız açsın. Mən ağız açmağı sevən insan deyiləm. Xoşlamıram kiməsə xahiş eləyim, minnət eləyim. Sevmirəm də, bu da mənim xasiyyətimdir. Mən bundan sonra düzələnəm. Əgər mən xahiş eləsəydim, minnət bacarsaydım, mən indi bilirsiniz nələrim var idi. Mən təbiətcə xoşlamıram kiməsə ağız açıb, kimdənsə kömək istəyim. Kimsə mənə nəsə desə, mən bircə dənə cavabım var. Yaxşı, baş üstə. Amma heç sevmirəm məndən nəsə, necə deyimi, yükləməyi. Məni yükləyən insanları sevmirəm. Sevmirəm kimsə məndən nəyisə mənə aid olmayan bir şeyi xahiş eləsin və yaxud mən bilirlər xasiyyətimi ki, mən düz işləyirəm, haqqına işləyən insanam, qanuna, qaydaya tabiyəm. Qayda, qanunla işləməyi sevirəm. Kimsə məndən nəsə bilə-bilə ki, mən bu təbiətdə adamam, məndən nəsə xahiş edəndə mən əsəbləşirəm. Özümdən asılı deyil. Hər dəfə də deyirəm ki, atam qəbirdən çıxıb gəlsə, xahiş eləsə də mən bunu eləyəsi deyiləm. Yəni, mən atamı da yada salıram, Allah rəhmət eləsin öləndərizə. Yəni, başa salmaq istəyirəm ki, istəməyin də, məndən işimdən kənar, mən həkiməm, fəhlə balayam, həkimlik fəhləlikdir. Hər işi, hər günümüzü, hər saatımızı ancaq sizlər üçün bölüşdürürük. Təki sizə rahat olsun deyə. Dünən də biraz məndən nəsə xahiş eləmişdilər. Mən o işi gördüm. O işi görəndə məndən soruşdular ki, doktor, indi siz necə gedəcəksiniz? Deyəndə bir dəfə dedim ki, nə bilim. 2 dəfə soruşdu ki, doktor, indi siz necə gedəcəksiniz? Burada necə qayıdacaqsınız? Biraz yol uzaq idi.
Dedim nə bilim, baxaram da bir şey. 2, 3-cüdə düzə bilmədim. Dedim səylə gedəcəm. O deyən kimi hamısı yoxa çıxdılar. Mən onu demək istəyirəm ki, yəni təbiətcə elə xasiyyətli adamım. Özümə də sonra gülməli gəlir. Sonra da götürüb videomu çəkdim, qoydum ki, baxın, hamı çıxdı getdi, məni çölün düzündə tək qoydular. Heç bir problem yoxdur, özüm də gedəcəm. Siz atda olun, mən piyada. Görək kim qabağa gedəcək. Mənim qabağa getməyim, mənim irəli getməyim, mənim həyatda nailiyyətim ancaq sizlərin sevgisidir. Siz bilsəz, indi hərdən həkim yoldaşlarım soruşur ki, niyə işlədiyiniz yeri demirsiniz Instagramda? Deyirəm, istəmirəm. Mən istəmirəm ki, insanlara özümü reklam eləyim, göstərim. Onsuz da gəlib çıxırsınız qabağıma. Bir də görürsünüz, koridorda gedirəm, qabağıma çıxırsınız ki, doktor, mən sizi tanıyıram, Nərgiz xanım, mən sizin izləyicinizəm. Birdən görürsünüz, elə yerdə qabağıma çıxırsınız. O qədər mənə xoş olur. O məhəbbəti, o istəyi, onu məni insan kimi duya bilmisinizsə, o mənə bəsdir. Həkim yaxşı həkiməm, pis həkiməm, o qalsın ikinci sırada. Yadınızda qalsın, hər bir həkim yaxşı həkim. Ən birinci yaxşı insan olmalıdır. Əgər o yaxşı, layiqli, düzgün tərbiyə almış, dastoynu bir insan olmasa, o heç vaxt yaxşı həkim ola bilməyəcək. Mən o təsəvvür edin ki, uzaq yolu qayıdıram. Təsadüfən yolda bir xanım gəldi, oturdu yanımda. Deyir ki, xanım, mən sizi hardan tanıyıram? Bəlkə də mənim izləyicim deyil, başa düşmədi ki mənəm. Deyirəm ki, nə bilim, bəlkə mən hardasa görmüsünüz. Deyir, sifətiniz o qədər mənə tanış gəlir, o qədər mənə doğma gəlirsiniz, amma yadıma sala bilmirəm sizi harda görmüşəm. Deyirəm ki, ola bilər, bəlkə küçədə, bacada da demirəm ki, ola bilər ki, Instagramda görmüsünüz. Deyirəm ki, nə bilim, hardasa görmüsünüz də, yəqin. Deyir, xanım, o qədər priyatlı xanımsınız, o qədər doğma gəlirsiniz, mən elə bir sizi çoxdan tanıyıram. O xanım danışdı ki, bəs həkimlərdən danış, hələ başa da düşmür ki, mən həkiməm, bilmir də. Başlayıb ki, bəs mən belə həkimlər bir balaca incidiblər bizi, elə. Onu danışanda deyirəm ki, bilirsiniz, mən yalan danışmaq sevmirəm, mən də həkiməm. Deyəndə deyir, doktor, nə yaxşı, belə, elə. Valla mən hamıya aid demirəm. Deyirəm, bəli, hamıya aid deyirsiniz. Sadəcə olaraq həkimlərin bir-birindən fərqi, savadı, biliyi bir yana, ən vacibi insanlığıdır. Əgər sizin qarşınıza çıxan həkim insan adamdırsa, o başı çıxmadığı işə girişməyəcək. Və yaxud da görsə ki, siz çaşmısınız, o onu bilmir, sizin qolunuzdan tutub başa çıxan adamın yanına aparacaq. Yəni, onu demək istəyirəm ki, həkimdən çox həkim var. Həkimdən çox da layiqli və layiqsiz insanlar var. Hamını bir araya verməyin. Və məni həkim kimi görürsünüz, birdən elə bilərsiniz ki, mənim bütün pasiyentlərim məndən dünyalar qədər razı qalır. Elə deyil. Məndən də narazı qalan xəstələr var, kaprizli xəstələr var. Telefon zəngləri imkan vermədi. Ona görə də görüşərik inşallah. Saat neçədir hələ? Hələ tezdir. Bu vaxt zəng edən kim idi bilmirəm, ad boy verdi. Allahın köməkliyi ilə yəqin ki, pis bir problem olmaz. Allahın köməkliyi. Qoyun görün məndən nə eləmisiniz? Sabah bilmək olar, siz nə həkimisiniz, cərrahsınız, yoxsa terapevt. Mən cərraham. Beautiful,
Thank you very much. Salam, necəsən gözəl xanım? Necəfov, çox sağ ol. Yaxşıyam, çox sağ ol. Sən necəsən? Nurlana, salam, sabahınız xeyir. Gözəl doktor xanım, sabahınız xeyir. Nurlana xanım, necəsiz? Sırğanız gözəl görünür. Çox sağ ol. Təşəkkür edirəm. Öz zövqümdür. Qiymətini deyim, sizin için almışam. Deyim, inanmayacaqsınız. Hə, deməli belə, başqa yazan olmayıb, hə. Yəni, nəyi demək istəyirəm? Mən cərraham və bacardığım qədər də insanlara kömək eləməyə çalışıram. Sadəcə olaraq birdən gücümüz çatan bir iş olur, birdən gücümüz çatmır. Yəni hər bir halda insanlara kömək etməyə çalışırıq. Və nəyi demək istəyirdim? Hər gün səhər işə vaxtında gedin. Onda sizin həmişə diliniz uzun olacaq və tənbih etmək yeriniz olmayacaq. Məndən sizə məsləhət. Qoyun görüm yenə nəsə yazırlarmı? Ümumi cərrahsız Əhməd. Bəli, mən ümumi cərraham. Ümumi cərrah bildiyiniz kimi. Yeri gəlmişkən o mövzu barədə danışmaq istəyirəm. Ümumi cərrahlar haqqında bildiyiniz kimi qərar çıxarıldı ki, hansı əməliyyatlar onlara icazə verilir. Yəni, həmişə qanuna tabi olan insanlardanam və çalışıram ki, heç vaxt qanunu, qaydanı pozmayım və hamıya da onun məsləhət görürəm. Başqa deyəsi sözüm bitdi. Artıq bilmədim mənə kim idi zəng eləyən səhər-səhər. Hər halda bir də təzdən zəng edəcək. Allahın köməkliyi ilə. Öpürəm hamınızı. Özünüzdən müğayət olun. Sağ olun.